Bugünkü videomuzda saxta Toyota haqqında danışacağım. Deyəcəksiniz ki, saxta Toyota nədir? Elə şey də olur. Bəli, olur. Toyota BZ3X. Onun Toyota ilə əlaqəsi yoxdur. Bildiyiniz GAC Ion'dur. Salam dostlar. Bugünkü videomuzda saxta Toyota haqqında danışacağım. Deyəcəksiniz ki, saxta Toyota nədir? Elə şey də olur. Bəli, olur. Toyota BZ3X 2025-ci ilin avtomobili. Daha çox SUV tipində olan avtomobil. Əvvəlcə BZ3 sedan idi. İndi BZ3X olub. 2025-də olub bu SUV tipində. Çox saylı sual gəlir. Maşının həddindən artıq xoş bir qiyməti var və deyirsiniz ki, bu necə bir maşındır? Deməli dostlar, bəzən avtomobil istehsalçıları bazara özünü uyğunlaşdırmaqdan ötürü saxta avtomobilə keçirlər. Yəni sadəcə sırf məhsul təklif eləsin deyə. Məsəl üçün Mercedes pikapını düzəltmişdi o vaxtı. Mercedesin pikapı Renault və Nissan üzərinə qurulmuşdu və Nissanın daha çox xüsusiyyətləri hiss olunurdu. Və təbii ki, bu tutmadı. Və yaxud da ki, Mercedes A-Class Renault mühərriki ilə çıxırdı və bir çox yenə də meyarlar Renault-dan götürülmüşdü. Düzdür, yenə də Mercedes var idi orada, amma yenə də o segmenti tutmaqdan ötürü Mercedes elə bir kompakt sinifə girdi. A-Class ikisi də tutmadı. İndi də Toyota Çində, Kitayda baxdı ki, qardaş, bu bacara bilmir. Nə mənada bacara bilmir? Satış itirir. Tutaq ki, hansı segmentdə satış itirir? Toyota Corolla görürsünüz də qiymətini. Neçəyə verirlər, amma yenə də cəmaət onu alır. Satış yaxşıdır. Toyota Camry satış yaxşıdır. Toyota RAV kimi maşınlar Kitayda başqa adlandı, satış yaxşıdır. Amma məsəl üçün BZ4 Kitayda satılmadı. Niyə? Qiymət çox bahadır. BZ3 Kitayda satılmadı. Niyə? Qiymət çox bahadır. O zaman da belə bir söz var ingiliscə, deyir ki, if you cannot beat them, then join them. Sən onları belə deyək, lordləsək, döyə bilmirsənsə, gücün çatmırsa, onlara qoşul. Bu Toyota da bu yolla getdi. Bu bir yollardan biridir avtomobil istehsalında və qoşuldu bu trendə. Dedi, mən neynirəm maşını düzəldib? Gəlin, elə GAC-nin Ion modeli var. Gəlin onu üstün başını dəyişdirək, üstünə də vıraq Toyota'nın loqosunu. Qiymət də həmin qiymət saxlayaq. Çünki Toyota'nın Kitaydakı partnyoru GAC şirkətidir. Yəni, onlarla bir yerdə işləyirlər. Və belə deyildilər, sizin bugün BZ3X dediyiniz maşın elə sizin bildiyiniz GAC Ion'dur. Amma fərqə baxın. Mən əgər sizə çıxıb desəm ki, GAC Ion alın, siz belə deyəcəksiniz. Bu nədir? Bu maşın özünü sübut eləsin, nətər necə. Amma çıxıb deyəndə ki, Toyota BZ3X, ay aman, sən demə bu müsibət şeymiş, nətər imiş. Bax, görürsünüz nə qədərdir asandır sizi aldatmaq, yəni söz nəsil mənasında. Bu, o adamlara çox keçərlidir ki, o adamların maşından başı çıxmır. Bəs o adamlar dünyada nə qədərdir? 95% deyərdim mən. Yəni 95%-in üzərində deyərdim mən. Bəs mən həmişə sizə nə deyirəm? Deyirəm ki, mənim sözlərimə diqqətlə qulaq asın. Qulaq asın ki, bundan bir xeyir tapacaqsınız. Yoxsa mən YouTuberam, nə bilim aparıcıyam, nə bilim ay aman mən reklam tutacağam. Bəziləri var deyir ki, qardaş indi tutuzdurub deyir, indi reklama keçəcək deyir. Nə istifadə edirsiniz qardaşsınız? Yəni siz mənim bir danışıqlarıma baxın, ondan sonra mənim dediklərimə baxın. Mən oturub sizdən ötürü sizin suallarınıza uyğun nəyisə analiz edib sizə sunuram türklər deməli. Elə mənim ağlım kəsmir, 10 dənə adam mənə yazıb ki, BZ3X nətər maşındır. Qiymətdə razıdır. Maşında razıdır, deyir ki, müəllim, sən gətir alım. Ağlım kəsmir, mən ona maşın gətirim. Amma gətirmirəm, niyə? İzah edirəm qənə də sizə. BZ3X tamamilə Kitay maşınıdır. Yəni bildiyiniz Kitay. Onun Toyota ilə əlaqəsi yoxdur. Bildiyiniz GAC Ion'dur. Əgər ki bu proyekt tutsa, Toyota şirkəti, GAC şirkətdə pul qazanacaq. Tutmasa, Toyota işlətirməyəcək. GAC deyəcək ki, sən onsuz öz maşınını buraxırdın. Elə get burax, bu da bir proyekt idi. Yoxladıq, tutmadı. Amma praktika onu göstərir ki, tutacaq. Sanki tutmağa meyillidir. Harada? Kitayda. Niyə görə Kitayda? Bu ki GAC Ion'dur, bunun bütün o hissələri də GAC-dən gələcək. Yəni ki, onun, məsəl üçün, çıxardığında siz görməyəcəksiniz ki, aha, üstünə yazılıb Toyota. Yox, yazılacaq GAC, yazılacaq Ion. Bax, belə yazılacaq. Və bunun da ehtiyat hissəsi kataloqu və dəstəkçisi olacaq yalnız Kitayda. Yəni, Azərbaycan kimi ölkələrdə bu, baxacaqsınız ki, rəsmi distributor tərəfindən təklif olunmur. Niyə? Dediyim problemə görə. Yəni ki, bax, bu cür şeyləri nəzərə alıb, əgər ki, siz istəyirsinizsə ki, bu maşını yenə də alıb sürəsiniz,
Alın sürün, problem yoxdur. Yəni o maşında mən problem görmürəm. Amma nəzərə alın ki, bu yalançı Toyota'dır. Ola bilər ki, Toyota bunu Kitaydan kənara çıxartmasın. Ola bilər Toyota bunu 1 ildən sonra ümumiyyətlə ləğv eləsin və bir Toyota tarixində belə bir şey olacaq ki, Kitayda belə bir maşın buraxdılar. Və yaxud da o qədər çox kütləviləşəcək ki, Toyota bunu dünyada da başlayacaq təbliğ eləməyə və dünyada artıq o distributor səviyyəsində də bu maşınları göndərəcək və satışa türklər deməli sunacaq və eyni zamanda bunun proqram təminatın lokalizasiyanı da eləyəcək o regiona, o ölkələrə uyğun. Amma bugünküsü bu yoxdur. Hər şey Çincədir. Ay proqramı dəyişdirim, orada proqram yazım. Belə söhbət də yoxdur. Hər şey Çincə istifadə edirsinizsə, maşının da qiyməti sizə uyğundursa, alıb sürə bilərsiniz. Amma bu saxta Toyota'dır. Mən bunlar bu cür maşınlara saxta maşınlar deyirəm. Bu Toyota deyil, bu GSI Ion'dur. İndi bir dənə də sizə bir xəbər verim. Hələ o çox məşhurlaşmayıb. Mazda şirkətdə bu yaxınlarda bir dənə maşının buraxacaq çox böyük ehtimal. O da bilirsiniz nədir? Changan Deepal var ya, Changan Deepal modeli. Onunla birəbir eyni şeydir. O da Kitayda çıxacaq, o da adı olacaq Mazda və siz onu Mazda kimi alıb sürmək istəyəcəksiniz. Amma o nədir? Changandır. Yəni belə dostlar, bilmirəm nə qədər sizə köməklik göstərə bildim. BZ3 haqqında bu qədər saxtaçılıq haqqında, saxtaçılıq deməyək də, saxta maşın istehsalı anlayışı haqqında da bu qədər sizə məlumat verirəm. Alıb sürə bilərsiniz. Heç bir problem yoxdur, amma xəbəriniz olsun ki, ehtiyat hissəsi ilə bağlı ciddi problemlər çıxa bilər, model istehsaldan çıxa bilər və əgər ki, kimsə deyirsə ki, qardaş, mənim üçün 3-5 il işləsin, sonra tullayacaq, əla variantdır deyərdim, alıb sürə bilərsiniz. Dostlar, bir də təkrarlamaq istəyirəm. BZ seriyasında yalnız söhbət BZ3X-dən gedir. Bu 2025-ci ildə çıxan maşından. Yəni BZ4-ün, BZ4X-in buna heç bir aidiyyəti yoxdur. O kuzası, onun işlənməsi, onun hər şeyi tamamilə Toyota'dır, Lexus'dur. Hətta bəzən onların Subaru ilə də ortaq proyektləri olub bu maşında. Çünki Subaru'nun da bir modeli var. O da BZ4-ün üzərinə oturur. Bu, yenə də deyirəm, yalnız BZ3X aiddir və 2025 istehsalı. Bu qədər, sağ olun.